Videoda dərs izahından daha çox onun tətbiqindən danışacağıq. Qoşmanın bağlacın növləri, onlar əzbərlənəsi bir şeylərdir. Burada o qədər danışılacaq bir şey yoxdur. Mən əsas sizə onların omonimliyindən və testlərdə omonimlərin bir-birindən necə fərqləndirir. Məsələn, bəzi sözlər həm qoşma olur, həm ədət olur və yaxud da digər nitq hissələrlə omonim olur, onlardan danışacaq. Ümumi bir nəzər yetirsək, qoşma bilirik ki, ismin sadəcə bu hallarına qoşulur. Yəni təsirli və yerli hala qoşula bilmir. Onların yanında qoşma bu növlərinə aid omonimli olan qoşma görsəz, siz onu qoşma götürməyəcəksiniz artıq. Qoşmalar təklikdə müstəqil məna bildirmir. Bəli, çünki qoşmalar adından da məlum olduğu kimi qoşulduğu sözlərlə birlikdə məna çalarlar, əmələ gətirirlər. Yəni tək halda biz üçün sözünü işlətsək, ca sözünü işlətsək, heç bir məna verə bilmir. Bax bu qoşulduğu sözlərlə bir yerdə işləndiyi üçün onları cümlə üzvündə götürə bilirik. Yəni əgər biz cümlə üzvü verirsə, məsələn, cümlənin içərisində və işlədirsə, biz onu təhlilə cəlb eləmirik. Bütün nitq hissələrini təhlil eləyirik, və-ni götürmürük. Amma əgər qoşma görsək, məsələn, bütün bunlar sənə aiddir. Nədir? Sənə aiddir. Bax, bu aiddir sözünü, aid qoşmasını biz artıq cümlə üzvü olaraq götürürük. Məsələn, sənin üçün darıxıram. Əgər burada üçünün yerinə başqa nitq hissəsi olsaydı, biz səninə qədər çəkərdik, qalanını çəkməzdik. Amma yox, sənin üçün qoşma olduğu üçün artıq avtomatik olaraq bunu bir yerdə təhlilə cəlb edirik. İndi izahlarda daha ətraflı bunlardan danışacağıq. Bəzi yerlərdə yazılar ki, qoşmalar heç bir cümlə üzvlərinə işlənə bilmir. Əksinə, qoşma bütün cümlə üzvləri ola bilər. Sadəcə təsdiqlənən feillər və feili bağlamalar qoşma ilə işlənmir. Amma məsəl bir də feili sifət qoşma ilə işlənə bilir. Bir də digər təsdiqlənən feillər işlənə bilmir. Yerdə qalanları işlənir. Qoşmanın növləri. Ən əsas qoşmanın hansı hala qoşulmağına bağlı suallara rast gələcəyik. Bunu necə biləcəyik? Ya konkret bu cədvəlin içini əzbərləmək lazımdır. Amma əgər kim ki əzbərləyə bilmirsə, ümumi növləri əzbərlədikdən sonra onları hal şəkilçilərinin yanında işlətsin. Məsələn, deyirəm ki, evə qədər. Bir dənə evə sözünü götürürəm, yönlü hal. Evə qədər, evə kimi, evə dək, evə cən, evə tərəf, evə doğru, evə qarşı avtomatik olaraq işlədə bilirik. Çünki bu yönlü haldır. Amma ev qədər, ev kimi avtomatik olaraq məna pozulur. Və yaxud da deyirəm ki, sənin sarı, sənin dair yönlü hala başqa digər hallara qoşulmadı, yəni qoşulmadı. Bundan da onun kimi bir dənə səndən sözünü götürürük, ya evdən və s. Səndən sonra, səndən əvvəl, səndən qabaq, səndən bəri, səndən qeyri, səndən başqa və s. Belə işlədirik. Bunun nəticəsində siz artıq qoşma gördünüz, avtomatik olan hal şəkilçisi söz artırın. Məsələn, çıxışlı halı yadda saxlayın səndən sözündən, yönlü halı evə sözündən və adlıq və müəyyən yerli hala olan sözləri də əlavə edin. Avtomatik olaraq onun hansı hala qoşulduğunu biləcəksiniz. Qoşmanın məna növləri tamamilə əzbərlənməsi bir mövzudur. Yəni, məsələn, bənzətmə kimi və bunların hər biri adından bilinir. Məsələn, kimisə bənzədirik, deyirik ki, o sənin kimi gözəl oxuyur. Yəni, burada artıq kimi bənzətmədir. Amma kimi təkcə o mənada deyil. Bənzətmə də ola bilər. Kimi həm də məsafə də bildirə bilər. Məsələn, deyirəm, evə kimi get. Yəni, artıq məsafə məzmununu bildirə bilər. Yəni, qoşmalar öz aralarında omonimlik yaradır. Deməli, qoşmanı əzbərləyə bilmirsinizsə, mütləq ki, məsələn, bənzətmə qoşması. 3-4 dəfə bu yerini oxuyursunuz. Sonra yadda saxlayırsınız ki, bənzətmə deyəndə hansı növlə başlayırdı. Qədər deyən kimi avtomatik arxası sizə gələcək ki, qədər, kimi, də, cancın. Uşaqlar da belə əzbərləyirlər. Məsələn, siz istiqamət yön bildirəni tərəf, doğru, qarşı 5 dəfə, 6 dəfə oxudunuz. Artıq bunu sizin yadınızda qalır. Və istiqamət deyəndə tərəf sözünü yadda saxlayırsınız. Tərəf deyən kimi avtomatik olaraq digər məna növləri oxuduğunuz kimi yadınıza gəlir. Bu da bunun kimi. Gəlin indi qoşmanın nəsil tətbiqinə baxaq. Bizim üçün ən vacib məqamlardan birisi onun tətbiqidir. Köməkçi nitq hissələri. Qoşma əsas qoşma ilə bağlı suallardan biri bu sual olacaq. Bunun məndə qeydləri var, ata bilərəm. Kim istəsə də asanlıq kimi qeyd edə bilər. Tək sözünün qoşma kimi işlədiyini necə biləcək? Əgər tək sözünü yalnız sözünlə əvəz edəsəz, bu ədat olacaq. Məhdudlaşdırıcı ədat olacaqdır. Yalnız sənə inanıram. Məsələn, tək sənə inanıram, yalnız sənə inanıram. Yox, əgər əvəz edə bilmirsinizsə, bu tək məsafə mənasında, istiqamət mənasını bildirsə
və yaxud da həmin qoşmanın digər növlərindən əvəz eləmək. Ən gözəl variant budur. Digər məsələn görürsüz ədatdır. Ədatı yalnız ədatından əvəz edirik digər məna növündən. Təklə qoşmanın digər məna növündən əvəz edirik. Gəlin baxaq. Tək əldən səs çıxmaz. Artıq bu bir əl mənasındadır. Bir əldən səs çıxmaz. Bu qoşma deyil. Qoşma olsaydı məsafə istiqamət bildirərdi və yaxud da əsasən tək qoşması bənzətmə mənası bildirir. Bunu yox, bu başımızı qarışdıracaq. Bənzətməni yadda saxlayın. Bənzətmə mənası bildirəcək. Tək qalanda, yalnız qalanda, yenə də bu oldu ədat, bunlar çıxdı. Evdə tək, evdə yalnız qalmaq, tək qalmaq, artıq bu da çıxdı. Lalə tək qızarmaq üz qarasıdır. Gəlin qoşmanın digər növlərini əvəz edək. Ya lalə kimi bu formada bənzətmə qoşmasına əvəz edəndə lalə tək, yalə kimi, lalə qədər qızarmaq avtomatik olaraq bunun qoşma olduğunu görürük. Yəni qoşmanın məzmunu bənzətmədir və qızarmağı laləyə bənzəyir. Lalə gülü qırmızı olduğu üçün. Sonra tək sözünün qoşma kimi işləndiyi cümlə bu da onun kimidir. Fikirləşin, bu sualı özünüz tapın. İndi mən bunun izahını deyəcəm. Qocanın tək yaşaması yalnız mənasındadırsa ədatdır. Tək adam yalnız adam mənasındadırsa ədatdır. Bu işi heç kəs sən tək bacara bilməz. Sən tək, yəni sənin kimi bacara bilməz. Tək sən görə bilərsən, yalnız sən görə bilərsən, tək getmək, yalnız getmək. Gördünüz, ancaq kimi ilə əvəz elədim. Nə vaxt? C variantında. Yəni özünün məna növündən əvəz edə bilir. Sən tək, sənin kimi, sənin qədər bənzətmə məzmunu bildirir. Sonra digər bir sualımız cacə qoşmasına bağlı olacaq. Cacə də həm ədəd ola bilər, həm qoşma ola bilər. Əgər cacəni qədərlə, kimi ilə əvəz edə bilərciksə, yenə qoşma olacaq. Amma əgər yox, əvəz edə bilmiriksə, bu zaman zərf olacaq. Zaman məzmunu bildirsə də, bu zaman biz bunu götürəcəyik. Yəni zaman sualına cavab verirsə və yaxud da zərfin sualına cavab verirsə, zərf götürəcəyik. O gəlincə hər şey qaydasına düşməlidir. Yəni o gələnə qədər hər şey qaydasına düşməlidir. Gəlincə. Dəryaca ağlın olsun, dərya qədər ağlın olsun. Biz ehmalca, artıq ehmal qədər deyə bilmirik. Uşaq balaca, bu artıq sifətdir. Çalxalandıqca, artıq burada da bulandıqca, nə zaman? Burada getdi. O gəlincə, burada mən yanlış oxudum şərtini. O gəlincə hər şey qaydasına düşməlidir. Əgər yox, gəlincə desəydi, məsələn, deyirəm ki, evin qızı gəlincə danışmır. Yəni evdəki gəlin mənasında olsaydı, hə, gəlin qədər olardı. Amma burada gəlmək feildir artıq. Bu qoşma deyil, gəlincə nə zaman? Amma deyirəm ki, dəryaca ağlın olsa, yoxsul olan olsan gülərlər. Dəryaca, yəni dərya qədər, dərya kimi, dərya dək bu formada istifadə ediriksə, avtomatik olaraq cacə olur qoşma. Yəni sadəcə məna növlərindən birinə. Məsələn, cümlələrin birində deyir qoşma işlənmişdir. Məsələn, may ayının gözəl bir günü idi. Burada heç bir qoşmadan istifadə olunmuyor. Adi cümlədir. Əvvəlcə cacə var. Əvvəlcə meşəbəyi özü, sonra qonaqları rəqs etməyə başladı. Əvvəlcə nə zaman? Dedik ki, qoşma ara-arada sual cavab vermir və zaman bildirsə biz bilirik axı əvvəl, sonra kimi bizim zərflərimiz var. Bu artıq cacə də buna qoşulubsa, deməli bu zərf yaradıbdır. Və sonra sözünü görüb deyə bilərik ki, əvvəl, sonra, qabaq, bəri kimi qoşmalarımız var. Xeyr, burada sonra o vaxt qoşma olur ki, özündən əvvəl hal şəkilçisi olsun. Biz bayaq dedik ki, biz onları götürürük. Bir də tək hecalı qoşmalarımız var. Cadı, dəkdi, təkdi. Bax, bu cür qoşmalar sözlərə bitişik yazılır. Bunlar artıq avtomatik olaraq bitişik yazılır. Amma ayrıların əvvəlində əsasən ismin halı olur. Bax, bu sonra zaman məzmunu bildirir deyə. Məsələn, əvvəlcə o gəldi, sonra qonaqlar gəldi. Nə zaman? Artıq bu avtomatik olaraq zərfdir. Tutu xanım sübh namazını qıldıqdan sonra artıq çıxışlı hala qoşulan qoşmadır. Avtomatik olaraq biz bunu qoşma götürürük. Harda görsəz ki, dan dəndən sonra qoşma, dan dəndən sonra, qabaq, bəri və s. kimi sözlər görsəz, biz onu qoşma olaraq götürəcəyik.
Sonra bu da 8 də ona aid sualdır. Tək bayaq dediyimdir. Aha, gəldik kimi. Kimi bilirik ki, həm əvəzlikdə keçmişdik, həm də qoşma var. Necə fərqləndirəcəyik? Əgər insan bildirsə, bu kimi. Çünki bilir axı əvəzliklər xüsusən isimləri, digər nitqlərini əvəz eləyir və əgər desəm ki, kimi oxuyur, kimi yazır. Artıq burada kimi insan mənasındadır. Yəni kimsə oxuyur, kimsə yazır mənasında. Əgər yox evə kimi, evə qədər, sənin kimi, həm hallardan sonra işlənirsə, həm də yəni bənzətmə məzmunu bildirsə və yaxud da ki, yenə də məsafə, istiqamət məzmunu bildirsə, məsafə. Bu zaman biz ona deyəcəyik ki, qoşma. Bunların fərqləndirilmiş forması məndə var, atacağam sizə. Məsələn, sən kimi gözləyirsən? Avtomatik olaraq deməli burada baxırıq ki, adam mənasındadır. Yəni kimisə gözləmək mənasında. Kimsə ilə əvəz edirsən, kimisə gözləyirsən. Deməli bu oldu əvəzlik. Qoca bu hadisəyə uşaq kimi sevinirdi. Artıq görürsüz, burada uşağa bənzədir qocanın. Uşaq kimi, gəlin əvəz eləyək. Uşaq qədər sevinirdi. Uşaqca sevinirdi. Avtomatik olaraq deməli bu qoşmadır. Kimi uzaqdan gələn qonaqların atını tutdu. Artıq burada kimsə nəzərdə tutulur. Nərgiz xala kimi buyursa, yəni kimisə buyursa, burada bənzətmir. Kimi yazır, kimi şəkil çəkir. Burada da yenə insan mənasındadır. Cazəni də bayaq dedik. Bunu özünüz işləyərsiniz. Gəldik qədər sözünə. Qədər də yenə qoşma kimi işlənə bilər. Bir də insanın qədəri, talehi bu mənada işlənə bilər. Əgər söz müstəqil məna verirsə, məsələn, doğru sözlə ondan qarşılaşacağıq. Əgər müstəqil məna verirsə, o qoşma deyil. Qoşma müstəqil işlənə bilmir, ancaq qoşulduğu sözlə işlənə bilər, tək yox. Gəlin baxaq. Konfransdan 10-a qədər məruzə var idi. 10-a qədər, yəni say nəzərdə tutulur. 10-a kimi məruzə var idi. Bax, burada artıq say bildirir və görürsünüz, yönlü hala qoşulan qoşmadır. Bu qoşmadır. Bir qədər çaydan uzaq ot qalanmış dağda çoban, bir qədər çaydan uzaq. Artıq bir qədər, görürsünüz, burada artıq say mənasındadır, yəni miqdar mənasındadır. Nə qədər əvəzlikdir. Burada artıq nədən sonra işlənibdir. Bir yanım alqışdır, bir yanım qarğış. Qədər məni çəkir qarğışa doğru. Qədər yəni talih mənasındadır. Bu isim də artıq o qədər isti idi ki, o qədər. Baxın, o, bu, bir. Bunların yanında işlənsə qədər. Bunlar artıq başqa hissələrdir. Ancaq yox. Əgər isimdən sonra işlənsə, yəni haldan sonra işlənsə və siz onu digər məna növlərindən əvəz edə bilsəz, artıq biz orada ona qoşma deyəcəyik. Baxın, fərqli sual tipi varmı başqa? Bir də lalənin fərqləndirilməsi olacaq. Lalə həm bağlayıcı kimi işlənir, həm qoşma kimi işlənir. Bunların fərqi nədir? Əgər həm də zərf kimi işlənə bilər. Zaman sualına cavab verirsə, lalə. Zamanları, yəni zərfin daha doğrusu, zərfin sonuna cavab versə, olacaq zərf. Əgər yox, ismin sonuna cavab versə, başqa nitq hissəsidir. Əgər isim və ilə bir yerdə işlənsə, bu zaman avtomatik olaraq iləni təkcə sualda işlədə biliriksə, qoşma olacaq. Necəmi? Gəlin baxaq. Deyirəm ki, toru dişlərimlə doğrayım. Zaman sualına cavab vermədi. Deyirəm ki, nə ilə doğruyum? Artıq iləni müstəqil işlətdim sualda. Deməli, bu qoşmadır. Qonşular çıxdı evdən təəccüblə, heyrətlə, nə tərzdə çıxdılar. Təəccüblə, nə tərzdə, heyrətlə. Baxın, imtahan suallarında ən çox istifadə etdikləri lalə qoşmasıdır. Çünki bu diqqəti cəlb eləmir. Sonradır, əvvəldir, qabaqdır, kimidir. Avtomatik cümləyə baxan kimi bilirik ki, orada qoşma var. Amma bunlar biraz gözə nəzərə çarpmır, biraz zərflə qarışdırılır. Təəccüblə, heyrətlə, cəsarətlə bu formada olan sözlər biz zərf götürürük. Qoy az sözləri nə dünya bəzənsin, sözlərin ilə nə ilə dünya bəzənsin sözlərinlə. Yəni sözlərin iləni ayrıca işlədə bilirik. Deməli bu da qoşmadır. Kitablarla dəftərlər stolun üstünə yığılmışdı. Nələr, artıq nələr deyirik. Və bir şey yadda saxlayın. Ən əsas odur ki, isimdən daha çox bağlayıcı kimi işlənir. Bağlayıcı o vaxt olur ki, siz bu və ilə əvəz edə bilərsiniz laləni. Məsələn, kitablar və dəftərlər deyə bilərəm. Kitablar və dəftərlər. Bu iləni və ilə əvəz edərəm. Bax, biz bunu avtomatik olaraq deyirik bağlayıcı. Deməli, burada ilə bağlayıcıdır. Yadda saxlayırıq. Əgər lalə, yəni ilənin qısaldılmış forması.
Zərf desə zərfin sualına cavab verəcək. Və ilə əvəz eləsək olacaq bağlayıcı. Yox, sualda nə ilə desək, iləni müstəqil işlətsək olacaq qoşma. Bunu da mütləq olaraq qeyd edin. Gülün ətri ilə doldu bütün çayır, bütün çöl. Nə ilə? Gülün ətri ilə avtomatik olaraq bu da qoşmadır. Qoşmanın suallarından bu qədər. Elə çox böyük bir şey yoxdur burada. Yenə də başa düşməsəz soruşarsınız məndən.